Vacibi məsələ fitrə zəkatıdır. O vacibdir. Hər bir müsəlman, hər bir insan ki, həyatda nəfəs alır, Ramazan ayının axırı vacibdir ki, fitrə zəkatını versin. O canın zəkatıdır. Bir dəfə var insan ağacının, heyvanının, nə bilim, əkininin, taxılının, buğdasının və s. də o zəkat vacib olan şeylər. Onların zəkatını verir. Və bəzən də ki, lazımdır ki, insan neyləsin? Canının zəkatını versin. Və bu can zəkatı özdə vacib əməllərdəndir, müstəhəb deyil, vacibdir. Hər bir adama vacibdir ki, versin. Əgər bir insanın neçə dənə çörək yiyəni varsa, o nə eləyəcək? Onların da zəkatını verəcək. Mən çörək yiyəni izah edeyim. Misal üçün, bir evdir, bir ailədir. Hamı gətirir, gəlir, ataya pulu verir, babaya pulu verir. Qazancını gətirir, gəlir, bir yerə tökür. Bu babaya vacibdir ki, o evdə nə qədər yaşayan vardı ki, onlar bunun çörək yiyənidir, onların neynəsin? Zəkatını versin, fitrə zəkatını versin. İndi burada yaşamasın, başqa yerdə yaşayır. Misal üçün, biri olur Moskvada. Amma sənin çörək yiyənindir. Sən ona ayda neynirsən? Pul verirsən. Sənin çörək yiyənin hesab olur. Onun da zəkatı sənin nədir? Boynuvadır. Məlum oldu. Hər o kəsi ki, sənin ailən sayılır, yəni çörək yiyənin sayılır, onların zəkatı sənin boynuvadır. Onların zəkatını neynəməlisən? Verməlisən. Zəkat nədən verilməlidir? O məmləkətdə ki, bu məlum oldu, yəni o adam ki, hətta buluğa çatıbdır və nəfəs alır, dünyada yaşayır, o neynəməlidir? Zəkat verməlidir. İndi nədən zəkat verməlidir? Zəkatı onun olmalıdır o şəhərdə adətən yediyi, adətən yeyilən şeylərdən. Ki, adətən o ümdə sayılır, baş yemək sayılır. Bizdə, bizim məmləkətimizdə, bizim Azərbaycanımızda bu çörəkdir. Düyü deyil. Bir adam heç görsən bir ay düyü yemir. Lazımdır da öyle yesin. Ət yemir, lazım da deyil yesin. Amma səhər yeməyimizdə nə var? Süfrəmizdə bizim çörək var. Günorta yeməyimizdə çörək var. Axşam yeməyimizdə çörək var. Bəs bizim əsas baş yeməyimiz nədir? Onurğa. Yeməyimiz nədir? Bizim əsas yeməyimiz çörəkdir. Biz çörəkdən nə edəcəyik? Zəkat verəcəyik. İndi arpa da deyil. Çünki biz arpa çörəyi yemirik. Nadir olur ki, bir dənə indi misal üçün bir nəfər ağzının dadını dəyişməkdən ötürü gedir, arpa çörəyi alır, yeyir. Ya zovdar çörəyi alır, yeyir. Adətən biz nə? Buğda çörəyi alır, yeyirik. Düzdür? İndi buğda çörəyi yeyirik, biz də buğda çörəyindən nə etməliyik? Verməliyik. Hesablayarkən bir sa vacibdir. Bir sa təxminən 4 müdd eləyir. Sistanının nəzərinə görə 1 saat 4 müdd eləyir. Hər müddü də 750 qramdır. Təxminən 750 qram. Şimdi 750 qram, 4 dənə 750 nə qədər eləyər? 3 kilogram. Biz 3 kilogram çöreği nə etməliyik? Verməliyik. Ya çöreğin özünü verməliyik, ya çöreğin pulunu verməliyik. Məlum oldu. Salavat zikr edeyim.
Bu nə vaxt verilməlidir? Bu verilməlidir bayram axşamı və bayram günü o adam ki bayram namazı qılır, bayram namazına qədər. Ya o adam ki bayram namazı qılmır, onda günorta namazına qədər, zöhr namazına qədər verilməlidir. Verilməyi vacibdir, niyyət də olunmalıdır, niyyəti də vacibdir. Ki, mən fitrə zəkatımı verirəm, vacib qurbətən illallah, qəlbindən keçir desən də. İndi ağa buyurur ki, əgər bir adam çıxardır, qoyur kənara, aya olar, olmaz. Ağa buyurur ki, əgər, Sistani ağanın məsələlərini deyirəm mən. Ağa deyir ki, əgər üqəlayı bir məsələdən ötürü kənara qoyubsa, misal üçün bir tələbə var, ona vermək istəyir, ya biri misal üçün ona əli çatanda verəcək, misal üçün tələbədir, oxuyur institutda, istəyir ona yardımcı olsun. Ayırıb ona neynir? Verir. Bəli, üqəlayı məsələdən ötürü olsa, eləyə bilər, ayırsın, qoysun, deyərlər ki, qoydum mən pəncərənin qırağına, sabah görəcəyəm, o tələbəni verəcəyəm, onu eyb eləməz. Eləyə bilər. Ayırsın, qoysun, versin. Amma əgər birdən bir adam bayram namazı qılırsa, ya qılmırsa günorta zöhr namazına qədər ayırıb vermədi zəkatı bayram axşamından. Bayram axşamından ayırıb vermədi, ondan sonra, günorta namazından sonra, ya bayram namazından sonra artıq o fitrə zəkatı sayılmaz. Ehtiyat odur ki, ağa buyurur ki, ehtiyat odur ki, mütləq sədəqə qəsdi ilə neynəsin, versin. Elə sədəqədir verir. Əmm olsun ki, bu mənim zəkatım olsun, ya olmasın, mən neynirəm bunu? Sədəqə. Bu qəsdi ilə versə olur. Kimə verilməlidir? Dedim, kim verməlidir? Nədən verməlidir? Sonra nədən verməlidir? Yəni, çörəkdən verəcək. Təxminən dedim, 3 kilogram çörəyin pulunu hardasa 3 manat elər. 3 manat elər. Buğdanı da götürsək 3 manat eləyər. Yəni, biz buğda bir var, bu yem dükanlarında satılan buğda ki 50 neçə qəpikdir, biz onu hesab eləməyək. Gedək bazarda satılan buğda ki insan yeyər onu. O buğdanı biz hesab eləsək 1 manatdır. 1 manatdır. 3 kilo buğda. 3 kilo buğda 3 manat elər. Yaxud da ki çörək, 5 dənə çörəyin pulu, çörəklər 1 kilo gəlmir, axı biraz əskik gəlir. Deyəcəyəm. Çörəklər nə qədər gəlir? 600 qram, 700 qram. Bir axır sən onu nəyə? 3 kilo yığmaqdan ötürü 4-5 dənə çörək eləyir. O 4-5 dənə çörəyin pulunu nə eləyəcəksən, verəcəksən. Ya çörəyin özünü ver, ya buğdanı al, apar ver. Yaxud da indi birdən bir nəfər adam düyü hesab eləsə, kişmiş hesab eləsə, ağa buyurur ki, olmaz, caiz deyil. Niyə? Çünki bizim adətən yediyimiz deyil. Bizim adətən yediyimiz çörək. Bəli, o məmləkətlər ki, misal üçün gedək Pakistana. Pakistanda səhər də düyü yeyirlər, günorta da, axşam da. Heç onlarda çörək görsən ki, nadir olur, tapılmır. Bəzən görsən süfrəyə qoymurlar çörək. Onlar nədən verəcəklər? Düyüdən verəcəklər. Çörəkdən versələr düz deyil. Amma biz düyüdən versək olmaz. Biz nədən verməliyik? Çörəkdən verməliyik. Məlum oldu, buna ağa buyurur. Ağanın fətvası budur. Ehtiyat lazım bilir. Ehtiyat lazım odur ki, bunlardan versin. Sonra məsələ. Salavat zikr eləyəm. Bunda niyyət lazımdır, qəsd-i qurbət lazımdır. Yəni, Allaha xatir vacib olaraq mən bu işi görürəm. Yəni, bu qədər vacibdir, bunu biləsiniz. Əgər bir nəfər adamın imkanı yoxdursa,
kasıbdırsa və ailəsi var, məsəl üçün 5 nəfər ailəsi var, bunun elə vur tut cibində 3 manat pulu var. Ağa buyurur ki, ehtiyat odur ki, bu adam dövr elətdirsin. Allah keçmişlərimizi rəhmət eləsin. Yadımıza gəlir, bu əldən alırdıq, verirdik, o bir şeylə ötürürdük beləsinə. Yadımıza gəlir, bilmirəm. Bizdə olubdur. Ağa deyir ki, dövr elətdirsin. Alsın pulu, versin o birisi əlinə, versin o birisinə, o birisi o birisinə, o birisi o birisinə, ta axıra qədər. Axırda ehtiyat odur ki, axırıncı adam ki, ailə üzvlərindən bu pulu dövr elətdirdilər. Yəni, bunun bir sağlıq pulu var da 2 sağlıq yoxdur ki, o birisinin də. Bu nə etməlidir? Dövr elətdirir, hamısının əlindən, axırıncı aparsın, versin bir dənə əcnəbiyə, kənar adama. Bir fəqirlərin birinə versin, da müstəhəbdir ki, bu işi görsün. Salavat zikr eləyək. Bu adamın özü müstəhəqdir ki, fitrə zəkatı neynəsin, alsın. İndi fitrə zəkatını, qardaşlar, biz kimə verməliyik? Kimə verməliyik? Qutuya, xeyr. Qutuya pul salmazlar. Yiyəsinə apar ver də, sən bu kənddə yaşayırsan, qohumun, qonşun, əqraban, ailəndə, kənarında yoxdur məyər ehtiyacı olan insanlar? Bunu verməlisən, birincisi, gərək 12 imam şiəsi olsun. Bu mühümdür. 12 imam şiəsi olsun. İkincisi, məsiyyətdə xəricləməsin o pulu. Gedib günah yerlərdə xəricləməsin. Cürə günah yerlər var da, günah yerləri saymaq lazım deyil. Tut, nə qədər desən günah yer var. Azuqəsindən ötürü xəricləsin, yeməyindən ötürü xəricləsin, dərmanından ötürü xəricləsin, həkimindən ötürü xəricləsin, təhsilindən ötürü xəricləsin. Daha yaxşı olar ki, misal üçün təhsil oxuyanlara fikir verəsiniz. Onlar ki, institutda oxuyurlar, universitetdə oxuyurlar. Mən demirəm ehtiyacları var, amma baxın görün, birdən ehtiyacı varsa, misal üçün istəyir bir pencək alsın geyişin əyninə, bir pencək algınlar. Qız uşağıdır, bir şey almaq istəyir, onlar bir kitab almaq istəyir, bir sumka almaq istəyir, bir çanta almaq istəyir. Orta məktəbdə oxuyur, ayaqqabısı yaxşı deyil, misal üçün, bax bu cür nə şeylərə yaxşı olar ki, diqqət yetirəsiniz, verəsiniz onlara. Məlum oldu, aparın, onlara çatdırın inşallah. Bu qədər. Baxın, görün ki, məsiyyətdə işlənməsin o pul. Salavat zikr eləyək. Azı bir söz dedi ki, qabaqcadan, dünənləri mən o məsələyə toxundum. Qabaqcadan vermək caiz deyil. Qabaqcadan zəkatı vermək, fitrə zəkatını orucluğun əvvəlindən caiz deyil. Caiz deyil deyəndə ki, verə bilər, amma borc qəsdi ilə. Verər fəqirə, fəqirə verər, borc verər fəqirə, borc verər, misal üçün 50 manat verir fəqirə və bayram axşamında o borcu onun boynundan nə eləyər? Saqit eləyər, o cürünə olar. Məlum oldu, salavat zikr eləyək. Ümumiyyətlə, bu məsələ füqəha arasında çox ixtilaflı məsələdir ki, ayın əvvəlindən fitrə zəkatını ayırıb vermək olar ya olmaz. O çox ixtilaflı məsələdir. Ona görə Sistani ağa belə deyir. Sistani ağanın fətvası budur. Salavat zikr eləyək.